Deyirlər bir vaxtlar burada dalğa səsi ta Təbrizə can çatırmış. Amma indi ancaq külək əsir və duzun üstündən ölümü qalxır. Bura Urumiyə gölüdür. Bir zamanlar dünyanın ən böyük duz göllərindən biri idi. Amma illərlə bəndilər tikdilər, suların yollarını dəyişdirdilər və axırda gölün suyu çəkildi. Toprağın altından nəfəs almaq başladı. İstidə zəhərli, əsəbi bir nəfəs. İndi külək cənubdan əsəndə quru duz qalxır, 100 kilometrlərlə uzaqlara gedir. Torpaqlara, ağaclara, insanların nəfəsinə. Deyirlər, gecələr gölün bağrından qırmızı işıq çıxır və o işıq düşdüyü yer torpağa çatdırır. Bura ölməmiş dənizdir. İntiqam alan dənizdir. Əgər bu hali ilə getsə, bir neçə il sonra Azərbaycan ağ bir səhraya dönəcək. Onda heç kəs yadına salmayacaq ki, buralar bir zamanlar dəniz idi. Bura Azərbaycanın sihirli və möcüzələrin dolu bir dünya idi.